Danışıqlar başlayanda maraqlı məqam ondan ibarət idi ki, yəni deyirəm, həmin dövrlərdən artıq 5 il keçib, yəqin ki, bəzi məqamları açmağın zamanıdır. Rusiya Xarici İşlər Naziri Lavrov tərəflərə bir sənəd təqdim etdi. Artıq qərarın ilkin layihəsi, belə bir ki, təklif olunan bir variant təklif edildi. Götürdük sənədi, baxdıq və gördük ki, uzun sənəd deyildi. Cəmi bir neçə maddədən ibarət, onu 9-dan 10-a keçən gidə saat 00-dan etibarən bütün deməli hərbi əməliyyatların dayandırılması, təmas xəttinin şərq istiqamətində Rusiya sülh məramlı qüvvələri ilə Azərbaycan ordusu dayanır. Təmas xəttinin qərb istiqamətində erməni silahlı qüvvələri ilə yenə də Rusiya sülh məramlı qüvvələrinin deməli dayanması. Artıq təklif olunan sənəddə 9-u tarixində atəşkəs elan olunan kimi dərhal heç bir əlavə şərtlər razılaşmadan, o cümlədən erməni hərbiçiləri orada qalmaqla, heç bir ərazilər boşalmadan artıq həm şərq tərəfindən, həm qərb tərəfindən Rusiya sülh məramlarının yerləşdirilməsi.